Dayan, əlindəki telefon partlaya bilər. Bəli, bu bir zarafat deyil. Düzgün istifadə eləməsəniz, telefonunuz əsl bombaya çevrilə bilər. Əlavə xərcə düşmək istəmirsinizsə, indi deyəcəyim bu 5 qaydaya mütləq əməl eləyin. Telefonlar litium-ion batareyaları ilə işləyir. Bəs bu batareyalar nə zaman partlaya bilər? Birinci hal, yüksək temperatur. Məsələn, gün altında maşında qalan telefonunuz istidən partlaya bilər. İkincisi, keyfiyyətsiz, ucuz və orijinal olmayan adapterlardan istifadədir. Bu cür şarj zamanı telefonunuzun partlama ehtimalı olduqca yüksəkdir. Üçüncü hal, məsuliyyətsizlik. Əgər telefonun batareyası suluq yarası kimi şişibsə, dərhal onu dəyişmək lazımdır. Dördüncü, telefonun uzun müddət cərəyan mənbəsində qoşulu qalmasıdır. Müasir telefonlarda batareya dolduğu anda cərəyan avtomatik kəsilsə də, şarjda qalması mütəxəssislər tərəfindən böyük təhlükə və risk hesab olunur. Və nəhayət, 5-ci hal, zərbə nəticəsində daxili zədələnmə. Ona görə də əsəbləşib telefonunuzu divara çırpmamışdan qabaq 2 dəfə düşünün.